Rəhman və Rəhim olan Allahın adıyla. Salam, xoş gördük əziz müsəlmanlar. Allah oruc və namazlarınızı qəbul etsin inşallah. Növbəti ayəmiz İsra surəsindəndir. İsra surəsinin 23-cü ayəsi. İsra surəsinin 23-cü ayəsi valideynlərə həsr olunub. Quran-ı Kərimdə bir neçə dənə surələr var ki, onların müxtəlif yerlərində mütəal olan Allah bizə valideynlərin barəsində tapşırır və valideynlərin məqamını bizlərə göstərir. Eyni zamanda bu surənin 23-cü ayəsində mütəal olan Allah qəti şəkildə bizlərdən istəyir ki, Allahdan başqa biz heç bir kəsə ibadət etməyək. Və daha sonrasında buyurur valideynlərinə yaxşılıq eləginə. Və daha sonra Allah Teala bizlərdən istəyir ki, o valideynlər yaşlı zamanında sizin əgər yanınızda qalsalar, o zamanda onlara uf belə deməyin və onlarla xoş rəftar eləyin. Valideynin məqamı İslamda ucadır, İslam valideyni uca tutur. Hətta valideyn günahkar olsa da belə, İslam deyir ki, sözünə qulaq asacaqsan. O sözünə qulaq asacaqsan ki, o söz səni günaha tərəf sürükləmir, o söz səni günaha tərəf aparmır. Valideynin ehtiramını mütləq şəkildə saxlayacaqsan. Məsələn, valideyn əgər sənə hər hansısa bir müstəhəb olan işi qadağan eləyir. İslam dini buyurur ki, ayıb yox, o müstəhəbbi eləməklə. Vacibi qadağan eləmək məsələsi bir başqadır ki, valideynlər çox bir zamanda istəmirlər bu işi görsünlər və bu işi də görmürlər. Vacibi öz övladlarına qadağan eləmirlər. Çünki bilirlər ki, İslam dini düzgün olan dindir və İslam dinində olan insanlar düzgün olan yoldadırlar. Amma bəzi vaxtlarda valideyndir. Məsələn, övladına deyir ki, övladım, müstəhəb olan orucu tutma ilə. Müstəhəbdir, artıq Ramazan mübarək bitib, bu oruc müstəhəbdir, sən bunu tutma ilə. Valideyninin sözünə itaət elə ilə. Və yaxud da filan işi görmək müstəhəbdir. Məsələn, sən bu işi görməklə, yox görməklə, vacib ki, işlərdən səni saxlamır. Bu həddə qədər İslam dini valideynin sözünə əməl etməyi bizlərə tapşırıb. Valideynin günahkar və yaxud da ibadət əhli olmağından asılı olmayaraq İslam dini bizlərə tövsiyə edir ki, hər bir sözlərinə valideynin itaət edəcəksən, bir şeydən başqa ki, Allaha ibadət və itaətdən başqa. Allahın dediyi üstədir, daha sonrası mütəal olan Allah buyurur ki, valideynin dedikləridir. İndi birdən əgər məsələn valideyn bu ayədə buyurulduğu kimi valideyn yaşlaşıb və yaşlı vaxtında, zamanında sənin yanında qalır. İndi ola bilər ki, səninlə biraz sərt danışsın, biraz səninlə kəskin bir şəkildə danışsın. O zamanda buyurur ki, onlara uf da belə deməyəcəksən. O zamanda Allah xatir səbr eləyəcəksən. Səbrlə onlarla rəftar eləyəcəksən, səbrlə onlarla davranacaqsan. Biz tarixə baxanda, İslam alimlərinin tarixinə baxanda, o alimlər ki, məşhur olan alimlərdir. Məsələn, mərhum Mərəşi Nəcəfi kimi, mərhum Ənsari kimi, bu kimi alimlər biz həyatlarını oxuyanda baxırıq ki, bunların öz dillərindən deyirlər ki, biz ki, həyatda müvəffəq olduq, elm yolunda, əməl yolunda müvəffəq olmuşuq. Bu yolda müvəffəq olmağımızın səbəblərindən biri və bəlkə də birincisi valideynlərimizə göstərdiyimiz ehtiramdır, valideynlərimizə etdiyimiz ehtiramdır. Bu günlər bizlər üçün bir fürsətdir. Bu günlər bizlər üçün bir fürsətdir ki, artıq biz Ramazan mübarəkin axırına gəlib çatırıq, bayram günləridir. Bu bayramları valideynlərimizlə keçirdək, bu bayramı valideynlərimizi əgər bizim yanımızda qalmırlarsa gedək, görək, başa çıxaq. Ümumiyyətcə, bu elə bayramın ab-havası, bu cür ab-havadır ki, insan biri digərindən maraqlanmalıdır, insan biri digərinin görüşünə getməlidir, hal-əhvalını öyrənməlidir, hal-əhval tutmalıdır. Bunlardan öncəsi valideynlərdir. Ki, biz gedək, onların razılıqlarını qazanaq, fürsətdir. Bu fürsətlərdən istifadə eləyək. Nə qədər ki, bu dünyadadırlar, onların razılığını əldə eləyək. Amma o kəslər ki, valideynlərini itiriblər və valideyn artıq onlarla deyil. Onlar da yenə də Allahdan dua eləsinlər, Allahdan istəsinlər ki, Allah valideynlərinin günahlarını bağışlasın. Çünki Quran-ı Kərimdə, Quran-ı Kərim özü bizlərə
öyrədir. Mütəal olan Allah bu mübarək olan kitabda özü bizə öyrədir ki, valideynlərinizi dua edin, valideynlərinizi dua edin ki, Allah Taala onların günahlarını nə cürünə bağışlasın və nə cürünə dua etməyi də surələrin birində mütəal olan Allah bizlərə öyrədir. Biz bundan istifadə edək bu günlərimizdə, valideynlərimizə ehtiram edək. Onları nəinki bayramlarda, hər bir zamanda ehtiramını saxlayaq. Allah bizi valideyn qədri bilənlərdən qərar versin. Allah dünyasını dəyişmiş valideynlərimizi qəriqi rəhmət eləsin. Sağ olun, Allahın amanına qalın.